ADA-TV efirdədir. Bu həftə çox maraqlı olacaq. Oktyabrın ilk cüməsi dünyada təbəssüm günüdür. Bu gün insanlara xoş söz demək, mehribanlıq göstərmək və sadəcə bir təbəssümlə dünyanı gözəlləşdirmək üçün qeyd olunur. Təbəssüm ən sadə, amma ən güclü xoşbəxtlik payıdır. 2 oktyabr Beynəlxalq Ağıllar Günüdür. Ağıl, ağbilçək və ağsaqqal insanlara deyilir. Biz onları sevib, hörmət etməliyik. 10 oktyabr yanğın söndürənlərin peşə bayramıdır. Cəsur yanğın söndürənlər insanların həyatını, evini və təbiəti qorumaq üçün özlərini təhlükəyə atırlar. Onlara minnətdarıq. 4 oktyabr Qəhrəman Ordumuz Cəbrayılın, 9 oktyabr isə Hadrutun işğaldan azad etdiyi şanlı tarixlərdir. Bu torpaqların azadlığı, vətənimizin bütövlüyünün, xalqımızın birliyinin və əyilməz ruhunun rəmzidir. Bugünkü efirimiz sona çatdı. Sağ olun, sevgi ilə qalın.